Amonyak üçün hansı ifadələr doğrudur? Uşaqlar, birinci fikir doğrudur, yoxsa yanlışdır? Doğrudur, kəskin iri qazdır amonyak. Biri götürürəm. Molekulunda 4 sigma rabitə var. Amonyak necə yazılır uşaqlar? NH3. Bir dənə azota 3 dənə hidrogen birləşib və yaxud atom sayı çıx 1. Neçə dənə sigma olur? Deməli, 4 yox, 3 dənə sigma olur. İkiləri səhvdir. İkiləri variantdan vururam. Uşaqlar deyir ki, molekulda elektronların 60% rabitə yaradıb. Amonyakda neçə dənə elektron var? Kim kömək edər mənə? Azot 7, hidrogen 1, 3'ə vuranda 3. Elədi 10 dənə. Elektron elədi 10 dənə. Elektronu 10. İndi rabitəsi neçə dənədir uşaqlar? Amonyakda neçə dənə rabitə var? Bir dənə azota neçə hidrogen birləşib? Bir dənə azota 3 dənə hidrogen birləşib. 3 hidrogen birləşibsə deməli 3 dənə rabitə var. 3 rabitə varsa onda rabitə yaramada neçə elektron iştirak edir? 3'ü vur 1 rabitə 2 elektronda. 3'ü vurursunuz 2 6. 6 böl 10 vurulsun 100%. Bundan bu gedir, eləyir 60. Ona görə 3'ü də götürürəm. Sonra uşaqlar bir də yanma məhsulları oksidlərdir. Bax, bu fikir səhvdir. Amonyakı yandırıram. Yandırmaq deyəndə burada T olurdu. Amonyak yananda nə verirdi? Kim deyər? Amonyak yananda nə verirdi? Azotla su. Azotla su. Burada yanma məhsulları azot oksid deyil ki, oksid sudur. Uşaq harada çaşır? Uşaq çaşır ki, deyir müəllim, bəs NO ilə su alınır axı. NO da oksiddir, su da oksiddir. Uşaqlar, əgər desəydi sizə, yanma yox, oksidləşmə məhsulu desəydi, oksidləşmə məhsulu. İncə, onda nə götürərdi? Oksidləşmə məhsulu desəydi, onda belə götürərdik. NO-dur. Burada kat olur. Bəli, oksidləşmə məhsulu oksiddir, amma yanma məhsulu yox. Bu fikir səhvdir. Sənayedə bəsit maddələrdən sintez olunur. Bəli, sənayedə azotla hidrogenin reaksiyasından alınır. Doğrudur. 1, 3, 5 A variantı.